narın yağış yağır. Gözəl bir yay günü. Təbiətin qoynunda. İnanın ki, bu dünyada sadəcə insanın gözündən pərdələr çəkiləndə, insan həqiqəti anlayanda hər şey gözəldir, hər şey. Boğaza qədər nədisin içində olsan belə, orada belə xoşbəxtlik, məna tapmaq olur. Nə var, nə dövlət, nə dünya malı, heç bir şey. Sadəcə həqiqəti başa düşən insan üçün dünyanın rəngləri dəyişir. İnanın ki, nifrətlə baxan baxışlarda, paxıllıqdan çatlayan ürəklərdə, nifrətlə deyilən sözlərdən belə ilham alır, xoşbəxt olur insan. O nifrətdə belə xoşbəxtlik tapır insan. Çünki həqiqəti dərk görür, anlayır.